uşaqlar belə bir təcrübə aparırıq. Qabda natrium karbonat məhluludur. Ona biraz fenolftalein əlavə edirəm. Bilirik ki, natrium karbonatda mühit əsasidir və fenolftalein əsasi mühitdə morluq rəng verir. Baxın məhlula, natrium karbonat məhluludur, qarışdırıram. Və onun üzərinə kuprum SO4 məhlulu əlavə edəcəm. Baxırıq. Müşahidə edirsiniz. Çox maraqlı belə bir görüntü əmələ gəlir. Çöküntü yarandı. Burada miski karbonat çöküntüsüdür. Reaksiyaya baxırıq. Deməli, natrium karbonatın üzərinə miski sulfat tökəndə natrium SO4 və mis 2 karbonat əmələ gəlir. Bundan sonra biz bura xlorid turşusu əlavə edirik. Baxın. Zəif turşudur. Amma miski karbonat xlorid turşusuna reaksiya gedir. Çıxan qaz və bu zaman xlorid turşusu əlavə elədik. Mis 2 xlorid, karbon qazı və su ayrılır. Bir xlorid turşusu tökməklə, yəni oradakı görəcəksiniz, təmiz şəffaflaşma müşahidə olunur get-gedə.